biz Əhl-i Beyti sevirik. Əhl-i Beyti sevmək demək, onları özümüzə örnek götürmeliyiz. Bugün bəzi insanlar Əhl-i Beyti sevdiklərini iddia edirlər və şəriətdə olmayan o bidətlərdən xurafatlar gətirmişlər. Onlar bəziləri başlarını yarır, bəziləri zəncir vurur və bu şəkildə Peyğəmbərimizin Əhl-i Beytinin sevdiklərini iddia edilir. Halbuki dəyərli qardaşlar, Rasulullah sallallahu aleyhi ve sellem bizə baş yapmağı, zəncir vurmağı bizə qadağan etmiştir. Baxın, İmam Buxari ve Müslim'in rivayet ettiği hadiste Rasulullah sallallahu aleyhi ve sellem buyurur ki, yanaklarını vuran, yakalarını zıran ve cahiliye çağrışlarıyla çağıranlar bizden değildir. Değerli kardeşler, Əhl-i Beyt üçün baş yapmaq, zəncir vurmaq bu sevgi göstəricisi değildir, bu şeytandandır. Eğer sevgi göstericisi olsaydı bunu biz hamımız ederdik. Halbuki Peygamber Efendimizin əmisi Həzreti Həmzə şəhid olduqdan sonra onun bədənində çox vəhşicəsinə işgəncələr etdilər. Onun gözlərini çıxartdılar, kulağını kəsdilər, burnunu kəsdilər, qəlbini yarıb çıxartdılar. Lakin Rasulullah sallallahu aleyhi ve sellem onun üçün baş yarmağı, zəncir vurmağı bizə göstəriş vermədi. Değerli kardeşler, bunlar hamısı xurafattır ve Əhl-i Beyt sevgisi bunlar ile ölçülebilmez. Əhl-i Beyt bizim için örnektir. Eğer dedik ki əxlaqlı değerli kardeşler, biz Əhl-i Beyti sevdiğimiz için bu əməlləri etmirik. Eğer Əhl-i Beyti seviriksə, biz bu əməllərdən uzak durmalıyız. Çünkü Əhl-i Beyt insanlar arasında Rasulullah sallallahu aleyhi ve selleme itaat eden en güzel numunedir bizim için. Onlar belə xurafatlardan uzak dururlar. Değerli kardeşler, eğer biz her bir Əhl-i Beyt için yaz saxlasaq, ilin gerek 12 ayını yaz içində geçirir. Bakın değerli kardeşler, biz Əhl-i Beyti sevirik. Əhl-i Beyti tam olarak qəbul etmək lazımdır. Bazı insanlar var ki, Əhl-i Beyt sevgisinden dem vururlar, lakin bakırsan ki Peygamber Efendimizin Əhl-i Beytinde olan hanımlarına dil uzadırlar. Bu insanlar da kardeşler sadece iddiadan ibarettir. Əhl-i Beyt Peygamber Efendimizin bütün ailesidir, onun qohumlarıdır, onun yakınlarıdır. Biz Müslümanlar buna dikkat etmeliyiz değerli kardeşler. Dedik ki Əhl-i Beytin hakları üzerimizde çoktur. Ve onlardan biri de Əhl-i Beyti xeyir ile yad etmektir. Əhl-i Beyti sevmektir. Tabii ki kardeşler bazı insanlar Əhl-i Beyt sevgisini yanlış